Altıncısı nəsihət etmək. Nəsihət qardaşlar, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əd-dinun nəsihə, əd-dinun nəsihə, əd-dinun nəsihə." 3 dəfə. Din nəsihətdir, din nəsihətdir, din nəsihət. Dinin təməli nəsihət üzərində qoyulub. Bütün peyğəmbərlər ümmətinə nəsihət edib, onları qorxuzub və çəkindirib və cənnətlə müjdələyib. Bütün həyatları peyğəmbərlərin Allahın dininə dəvət və insanlara nəsihət üzərində oldu. İnsan qardaşında gördüyü bir pisliyi çalışıb nəsihət edib uzaqlaşdırmalıdır ondan ki, o əməli ilə şərrə qıfıl olsun, şərrin qarşısını alsın. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz münkər gördüyü zaman onu əli ilə dəyişsin. Bacarmırsa dili ilə dəyişsin. Onu da bacarmırsa qəlbi ilə oradan uzaqlaşaraq. Çalış ki, qardaşa nəsihət edəsən. Nəsihətin də yolların çoxdur. Nəsihətdə ixlaslı olub nəsihət eləsən, Allahın izni ilə o səndən qəbul edəcək. Necə? Misal olaraq, mən bu qardaşıma nəsihət etmək istəyirəm. Bu qardaşım məndən yaşda dəfələrlə böyükdür. Gedirəm, deyirəm ki, qardaş, bu əməlin var sənin, uzaq dur. Mən ondan yaşda kiçik olduğuma görə bəlkə məndən qəbul eləməyə bilər. Amma mənim niyyətim nədir? Mənim nəsihətimi qəbul eləməsi, yoxsa onun islah olması? Onun islah olması üçün olduğu halda mənim üçün fərqi yoxdur. Məndən qəbul edir, yoxsa başqasından.